Çünki çox bir maraqlı əməliyyat haqqında məlumat verərdim xəstəmizin. Neçə yaşınız var? 39 yaşı var. Doğuş nə vaxt olmuşdu, sonuncu doğuş? Sonuncu 2009'da. 2009. Ondan sonra anal nahiyəsinin cırılması olub, böyük olduğuna görə və rektovaginal fistulu formalaşmışdı. Hanımın deməsinə görə son zamanlar bu problemlər, şikayətlər daha çoxalır. Yəni, rektovaginal fistul nədir? Mən tibb işçisi olmayanlar üçün izah edeyim. Yəni, nəcis defikasiya aktı zamanı ön hissədən, yəni vaqal işdən gəlir. Bu qadınlar üçün çox psixoloji bir travmadır. Çox ağır patoloji sayılır. Həm gigiyenik cəhətdən, həm psixoloji cəhətdən. Neçə illərdir bu problemi yaşadım. Sonra da qərar verir əməliyyat olunur. Bir dəfə bu problemlə bağlı əməliyyat keçir, uğursuz olur, təkrarlanır. Bizə müraciət elədi və baxış zamanı düz bağırsaqla vaqal iş arasında yəni böyük bir defekt var, qüsur var, hətta barmaq belə keçir. Bir gün əməliyyatda almışıq, şükürlər olsun. Çox unikal bir əməliyyat icra olundu. Çox fayda verən bir əməliyyat düşünürük. Çünki fistul tam şəkildə götürüldü. O zaman sfinkter əzələri hər ikisi kəsilib. Çünki o fistul sfinkter əzələrinin arxasından keçmişdi və yenidən onun bərpası, plastikası icra olundu. O zaman levator an edilən əzələr də var, o da kəsilir və yenidən onların hamısı bir bərpası icra olundu. Və vaqal iş nahiyəsində fistulun üzəri ikincili davamlı olması üçün seyirlik qişasının emməsi icra olundu və yanaşı olaraq ikinci dəlik ki, düz bağırsağı açılmışdı. Ön divarından seyirlik qişasından qüsuru bərpa etmək üçün seyirlik qişasını endirdik. Anal kanalın, anal dəliyin yenidən bərpasını icra etdik. Bu artıq 3 qat bərpa deməkdir. Düşünürük ki, bunun təkrarlanma riski olmaz, residif riski olmaz və xəstə özünü daha rahat hiss edir. Allah şəfasını versin. Allah şəfanı versin. Çok sağ olun.